Fevralın 20-sində Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qondarma Dağlıq Qarabağ Respublikasında konstitusiya islahatları ilə bağlı referendum keçiriləcək. Ermənistanın özünün belə tanımadığı qondarma Dağlıq Qarabağ Respublikasında referendum keçirilməsi Prezident İnstitutunun güclənməsinə hesablanıb. Erməni politoloqları Dağlıq Qarabağ Respublikasında keçiriləcək referendumu müharibə hazırlığı ilə əlaqələndirirlər. Aleksandr İskandaryan deyir ki, Qarabağda yeni müharibə gözləniləndir. Buna görə də təhlükəsizliyin gücləndirilməsi və cəmiyyətin birləşməsi lazımdır. Aprel müharibəsi bizə böyük dərs oldu. Stepan Safaryan da referendumda hakimiyyətin, daha doğrusu rejimin güclənməsi və müharibə şəraitində daha çevik hərəkət edə bilməsi məsələsinin həll ediləcəyini deyib. Lakin ermənilərin özləri də anlayırlar ki, referendumun heç bir hüquqi əsası olmayacaq. Çünki bu ərazilər beynəlxalq hüquq tərəfindən Azərbaycan əraziləri olaraq tanınıb və orada keçirilən hər hansı seçki yaxud referendum hüquqi əsas daşımır. Qarabağdakı ermənilər də referenduma şübhəli yanaşırlar və əsasən İrəvan hakimiyyətini tənqid edirlər. Erməni millətçiliyini dəstəkləyən Daşnaqstyun partiyasının nümayəndəsi Kiro Manayon isə hesab edir ki, keçiriləcək referendum Dağlıq Qarabağ Respublikası rejiminin güclənməsinə hesablanıb. Bu, hakimiyyətin bir əldə cəmlənməsi və istədiyini etməyə hesablanmış addımdır. O hesab edir ki, Dağlıq Qarabağ Respublikasında siyasi idarəçilik dəyişikliyi münaqişənin həllini çətinləşdirəcək. Bu, daxili çaxnaşmalara da səbəb olacaq. Daxili çaxnaşma isə Qarabağın itirilməsinə gətirib çıxara bilər. O, münaqişənin həlli üçün danışıqlar masasına qayıtmağın vacibliyini bildirib.